Salam özünüzə xoş gəlmisiniz. Bu gün sizinlə Minecraftımıza modlar ekləyirik. Yəni Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan və başqa Türk ölkələrinin əslində Ermənistan, Gürcüstan, Türk ölkəsi, Azərbaycanın təkcə xəritəsini yerləşdirmək istəyirdim. Amma olmadı əziz dostlar. Eybi yox, olmadı artıq. Qalsın indi ölkələri qoyduq. İran, Pakistana qədər, Hindistana qədər. İndi buradan bayraqların sıralayırıq. Ukrayna'da qoyduq. Rus bayrağını qoyduq. Rus bayrağı. Rus bayrağı da qoyamam şu çünki başım ələr ki, gəmidədir, gəmi cəhələcəm. Rusiya bayrağı yazırıq. İngiliscə Rus bayrağı. İngiliscəyə qoyaq. Rusiya bayrağı, Rusiya bayrağı. Rusiyan flag. Bunu ya da bunu ya da bunu. Bu Rusiyan, bu Rusiya, bu da Rusiyandır. Qoyaq məncə bunu bu. Əziz dostlar, gəldik. Bu dünyaları elə bilin ki, keçirdəcəyik oyunumuza. Buradan biz Rus torpağı. Moskva, Rusiyanın girişi buradır. Rusiyanın girişi Quba, bura əslində neydi o dağın bilmirəm. Dağın adı neydi? Rusiyanın Azərbaycan dağı, baxın buradan böyük dağlar idi. Adım bilmirəm, burada Moskva tərəf, Moskva burada olmalıydı əslində. Gəldi bura düşdü. Ukrayna'da buralardan olmalıydı, baxın buralarda. Gürcüstan burada olmalıydı. Uzun oldu biraz. Başlayın ama biraz da olsa düzelttik. Bu da Qazaxıstandır. Əslində Qazaxıstan belə olmalıydı. Burada Qazaxıstan torpağıdır. Burası yaşıl torpaqdır. Buranı da su ilə basacağıq və okyanus basıb. Burada Özbekistandır. Əslində bura Qazaxıstan. Özbekistan. Burası su basıb. Özbekistanın ortası tel sudur. Neyse biz Rus bayrağı gətirək. Qoyaq, baxın, qoyaq o ağaclarını Azərbaycandan düz sərhədə, yox. Biraz məncə bu tərəfə qoyaq, Moskvanın girişi. Moskva biraz Azərbaycana yaxındır. Burada Ukrayna'da əziz olsa, əslində Moskva baxın, burada olmalı. Burada baxın. Burada. Buralarda olmalıydı Moskva. Biz bunu da yerinə görə edərdik əziz dostlar. Nəysə, indi buradan düz yenə gətirəcəyik onu. Əslində bir dənə bura qoysaq, bir dənə də düz Rusiyanın ortasında çox qəşəng olar. Ona görə işləmə hazır, fərağət, addımlamaq. İndi bunu bir xeyir gedən demək. Elə bil ki, azarsan yolu, gəlirsən, bilmirsən, hara gəlirsən. Burada Azərbaycanda dostlar. Bakı, gözəl Bakı. Rusiya ilə də sərhəd görək haradır. Xəzər dənizi burada balaca düşüb. Yazıq. Dayan. Azərbaycan bayrağını bura qoydursa, Rus bayrağını bırak.
Bura qoyaq. Rus bayrağını da qoyaq buna. Sənə qağam məsəd. Sənə qağam məsəd. Yetim, al yetim. Sənə qağam məsəd. Sözdən aşamaya gəldim. Rus bayrağının elə bir ki, sərhəd Rusiya ilə buradan belədir. Baxın, düz buradan belə dağlar. Yəni, bura Xaçmaz, Qubadır. Baxın, bura Qubadır, amma Rusiya ilə Quba sərhəd olur. Gəlsin biraz buralarda. Aşağı verək. Nəysə, bunu az olsa fikirləşdim, bunu qabağa verək. Belə bunu otluğa. Bunu verək bura. Belə Gürcüstanla. Baxım görüm düzdür. Ayda düz deyin. Nəysə altın özüm bağlayaram. Altına əsas oldu Minecraftda olacaq. Minecraftda altın bağlayarım. İndi gəlir. Oyunumuzu oynayıb qutarırız olsa bir ay bəlkə də sizə bu Minecraft videosunu çəkəcəm. Oyunumuzu oynayıb qutarıb və Türkiyənin öz xəritəsi içində həmişəki binalar olan oyunu oynayacağıq. İndi biz hansı bayrağı qoymalıyıq? Yunanistan bayrağını da qoyaq. Yunanistan bayrağı yazırıq. Grek flag. Grek flag yazdıq. Gəlmədi. Grek flag. Yunanistan bayrağı. Aha. Yunanistan uzun bayrak. Long flag. Yunan bayrağı yazdık. Gerek flag yani. Gəlmədi az olsa. Nəysə bayraqsız qaldı. İndi Kazakistan yazırıq. Kazakistan bayrağı. Kazakistan flag yazdık. Aha. Yine bu. Flag yazar.
Qazaxıstanı da belə itirdik. Özbəkistan, bayraq, Uzbekistan flag yazdıq. Bu da belə gəldi. Türkmen flag. Əziz dostlar, sağ olun, ikinci hissədə görüşürüz.